Uşağınız bəzi geyimlər geymək istəmir, palça, quma toxunmaqdan qaçır və ya tam tərsi, hər şeyə toxunmaq istəyir, fərqli səthlər ilə təmasda olmaq istəyir. Bütün bunlar toxunsal duyunun necə işləməsi ilə bağlıdır. Gəlin toxunsal duyunun nə olduğuna nəzər salaq. Bu duyu sayəsində uşaqlar dünyanı öyrənməyə və kəşf etməyə çalışırlar. Bunun nəticəsində uşaqlar fərqli temperaturları, səthləri, ağrıları hiss edib ətrafa qarşı reaksiya verirlər. Toxunsal duyunun müxtəlif əhəmiyyətləri var. Gəlin bunlara nəzər salaq. Toxunsal duyu uşaqlarda idrak və emosional sferanın inkişafına, motorik bacarıqlarının inkişafına kömək edir. Buna qucaqlamaq, əl sıxmaq və sair aid etmək olar. Taktil duyu zəif və həddindən artıq həssaslıq olaraq iki yerə bölünür. Həddindən artıq həssaslıq hipersensitiv adlanır. Hipersensitiv olan uşaqlar quma, torpağa, palçığa toxunmaqda çətinlik çəkirlər. Fərqli teksturalı geyimlər, dar geyimlər, geyim etiketləri onları narahat edir. Ani toxunuşlar onları qıcıqlandıra bilər. Zəif həssassiyyətli uşaqlar. Bunlar isə hiposensitiv uşaqlar adlanır. Hiposensitiv uşaqlar isə hipersensitiv uşaqlarda fərqli olaraq daha sıx təmas etməyi sevirlər. Məsələn, sıx qucaqlanmaq. Həmin uşaqlar ağrını, temperaturu gec hiss edirlər.